Salam uşaqlar. Bugünkü dərsimiz digər dərslərimizdən biraz fərqlənir. Ona görə ki, bugünkü dərsimizdə məktəb rəhbərliyi də bizdən iştirak edir. Onları da salamlayaq. Salam müəllim. Davamiyyətli kimsə bizə desin şagirdlərdən. Bugün informatika açıq dərsindən 28 nəfərdən 7 nəfər üzürlük səbəbdən iştirak etmir. Digər şagirdlər buradadır. 4 qrup formasında olacaq bu dərsdə. Qrupların adlarını vermişik, lakin qrup liderini seçməmişik. Bir dəqiqə vaxt verək, şagirdlər öz aralarında qrup liderini seçsinlər. Daha sonra qrup liderləri təqdim eləsin, zəhmət olmasın. Buyurun. Təqdim edin liderlərə. Mən Əhmədova Aynur Elxan qızı. Mən bu qrupun lideriyəm. Hansı qrupun? Qrupun adını? Monitor qrupunun lideriyəm. Lideri Əhmədova Aynur. Printer qrupunun lideri buyur. Mən Səfərova Sunay Printer qrupunun lideriyəm. Skaniya qrupunun lideri kim olur? Mən İbrahimova Pərvin Skaniya qrupunun lideriyəm. Buyurun, Klaviatura qrupu. Mən Sultanova İlkədə Vasif qızı bu qrupun lideriyəm. Uşaqlar, bugün biz yeni bir bölməyə keçid edəcəyik. Alqoritm bölməsinə keçid edəcəyik. Alqoritm bölməsində biz kitaba da nəzər yetirsəz, yoxdur. Kitaba da nəzər yetirsəz, alqoritm bölməsində alqoritmi necə təqdim etmək olar? Əyləncəli məsələlər, proqram nədir, bağa işə başlayır, bağa sadə fiqurlar çəkir mövzularını bu bölmədə öyrənəcəyik və bölmənin ilk dərsi olan alqoritm dərsini bugün sizinlə birlikdə öyrənəcəyik. Lakin bundan əvvəlki bölməmizdə keçdiyimiz mövzulardan biraz sual-cavab edək, görək nə dərəcədə dövrə bölməmizi, əvvəlki bölməmizi mənimsəmisiniz. Uşaqlar, biz sizinlə keçdik, kompüterdə Paint proqramını keçdik. Kim deyər, kompüterdə şəkil çəkmək üçün hansı proqramlardan istifadə olunur? Yusuf, buyur. Kompüterdə şəkil çəkmək üçün xüsusi proqramlardan, qrafik redaktorlardan istifadə olunur. Paint proqramında hansı rəsm alətlərdən istifadə olunur? Yusuf, buyur. Rəng doldurma, yazı, pozar, karandaş, rəng seçimi, Başqa kim var? böyüdücü, fırçalar, formalar. Böyüdücü, fırçalar, formalarla həmçinin rəsm alətlərimizdəndir. Hansı paint qrafik redaktorunda biz istifadə edirik. Düzbucaqlı sahəni seçdirmək üçün hansı üsuldan istifadə edirik? Sunadi? Kim deyər? Ahmet. Sağın sol düyməsini basıb saxlayıb, seçdirmək istədiyimiz düzbucaqlı sahəsini, seçdirmək istədiyimiz düzbucaqlının diagonalı boyunca göstərisini hərəkət etdiririk. Göstərisini hərəkət etdiririk. Karandaş vasitəsilə düz xətt çəkmək üçün nə edirik? Fatimədir? Shift klavişindən istifadə olunur. Bəli. İxtiyari sahəni seçdirmək üçün də nə edirdik? İxtiyari sahəni seçdirmək üçün Səmadir? Sol düyməni basıb göstəricinin şəklini lazım olan hissəsinin ətrafında hərəkət edir. Bəli, doğru. Seçdirilmiş fragmenti çoxaltmaq üçün nə edirik? Devam buyur. Əvvəlcə kopya, sonra isə pasta düyməsini çıxıldatmaq lazımdır. Yaxşı, fragmenti seçdirib çoxaldan zaman bəzən bizə onun ətrafındakı axsaha lazım olmaya bilər. Bu zaman nə edirdik? Sunadı. Bunun üçün seçdirmə alətini seçən zaman aşağıda açılan transparent selection bəndirini seçirik. Kursor nəyə deyilir? Kim deyər? Kursor nəyə deyilir? Sunadı. Kursor ekranda yanıb sönən şaquli cizgidir. Yadınıza salın. Daha sonra sizinlə sual verə bilərik əvvəlki bölmədən. Paint proqramda şəklin istənilən fragmentini çoxaltmaqla yanaşı onu həmçinin əymək də olur, göndərmək də olur. Bu zaman nələrə diqqət edirik? Fragmenti göndərmək üçün döymə bıçağını, əymək üçün əymək bıçağını göstərir. Doğrudur. Hansı mətn redaktorları var?
Sevda. Microsoft Word, Libre Office, Writer, Word. Yaxşı, sənəd nəyə deyilir, kim deyər? Zəhra buyur. Şəkil, dəftər, vaxt yeniliklə əldə edilmiş mətn sənəd adlanır. Mətnə daxil edilən şəklin ölçüləri münasib olmalıdır. Yəni, mətnə mümkün olmalıdır. Köməyimizə nə çatır? Nihat, buyur. Tutacağın üzerine gedib göstəricinin iki yönlü o formasını aldıqda istənilən istiqamət hərəkət etdirib ölçüsünü dəyişirik. Düz, doğrudur. Doğru. İndi isə gəlin yeni bölməyə biz keçid edək sizlə. Çünki köhnə bölməni yetərincə yaxşı mənimsədiyinizi gördük. Bölməyə keçid edirik və bölmənin ilk dərsi olan alqoritm mövzusu ilə bölməyə giriş edirik. Təbii ki, alqoritm mövzusu uzun bir mövzudur. Bundan sonra da alqoritmə aid bir neçə mövzu keçəcəyik və ta uşaqlıqdan bəri bu mövzu ilə tanışıq. Sadəcə hər il demək olar ki, biraz daha əhatəli, biraz daha geniş formada alqoritm mövzusunu dərk edirik. Açaq kitablarımızdan alqoritm mövzusunu uşaqlar. Kitaba baxırıq, səhifə 62-də olan görüntü hal-hazırda ekrana da lövhədə rəsm üçün göstəririk. Deməli, uşaqlar, baxın, nə görürsünüz? Deməli, uşaqlar hal-hazırda müəyyən bir, baxın, iki oğlan uşağıdır, bir qız uşağıdır, əllərində birində xatkeş, birində deməli çəkic, birində karandaş, bir şeyləri ölçürlər, çəkirlər, dizirlər, nəsə bir şey hazırlamağa çalışırlar. Eynən hansı ki, siz texnologiya dərsində də, texnologiya fənində də bir neçə, hətta qurğulara qədər hazırlayırsınız. Mən bunun özümdə şahid olmuşam. Uşaqlar da burada quş yuvası hazırlamaq istəyirlər. Bunun üçün taxtaları biri kəsir, biri deməli ölçür, lazım qədər çünki olmalıdır. Lakin burada əsas məsələ nədir? Onlar hər hansı bir deməli çerkyoz üzrə gedirlər. Yəni, pərakəndə necə gəldi yox, hər hansı bir çerkyoz üzrə hərəkət edirlər. Ona görə ki, bu şivası istədikləri kimi alınsın, doğru düzgün alınsın. Yoxsa, təbii ki, tam istədiklərini almazlar. İnsan hər bir müxtəlif hərəkətlər planı qurur, müəyyən göstərişləri yerinə yetirir, siz bunu bilirsiniz. Gündəlik həyatınızda da bir çox hərəkətləri, adicə məktəbə gəlməyiniz olsun, yemək yeməyiniz olsun, valideynlərinizin, ananızın bir şey hazırlamağı, məsələn, qida cəhətdən və yaxud da başqa bir cəhətdən hamısı müəyyən bir alqoritmə dayanır. Müəyyən, baxın, riyaziyyat dərsində aciz dəftərimiz, məsələn, həllin yolunu yazırıq, müəyyən bir yolu keçirik və sonunda nəticəyə çatırıq. Aciz yemək pişirmək üçün müəyyən reseptlərdən istifadə edirik. Yəni, biz istədiyimiz kimi necə gəldi pərakəndə eləsə, biz artıq nəticəyə çata bilmərik. İstədiyimiz yeməyi istədiyimiz üçün ala bilmərik. Şəkildə uşaqlar dedik ki, nə edirlər uşaqlar? Nə edirlər? Uşaqlar hazırlayırlar. Onların hərəkətlərinin ardıcıllığına əhəmiyyəti varmı? Bəli. Çünki ardıcıllığı əgər düzgün olmasa, onda istədikləri nəticəyə çatmayacaqlar. Sistemə baxmasalar, onlar quş yuvasını düzgün yığa bilərlərmi? Xeyr. Sağ ol. Bu sistemdən başqaları da istifadə edə bilərmi? Bəli. Bu sistemdən başqaları da istifadə edə bilər. Necə ki, riyaziyyatda və yaxud da indi keçəcək fizikada müəyyən bir düsturlar var ki, həmən düsturlar həmən tip məsələlər üçün hamısı üçün keçərli olur. Yəni, bir düstur bir məsələ üçün istifadə olunmur. Bir düstur hızlı olan bir çox məsələlər üçün keçərli olur. Səhifə 62-də biz bunu gördük. Daha sonra orada baxsaq, çevirim sizi göstərim. Orada görsəz bir fiquru var orada, yəni çəkilmə ardıcıllığını göstərib. Orada 4 dənə ayrı-ayrı eyni hissəni çəkib və daha sonra birləşdirir və o fiqur, gördüyümüz fiqur alınır. Şəkil çəkiləndə alətlərdən istifadə olunur və plandan istifadə olunur. Daha sonra biz səhifə 63-dən baxsaz görərsiniz ki, bizə nə verilib, hansı formada verilib, bizə mövzunu, təbii ki, mən öz göstərişimlə sizə baş salacağım. Hər gün məktəbdə, evdə, küçədə müxtəlif məsələlər həll edirik. Həmin məsələlərin həlli adətən bir neçə addımlardan ibarət olur. Məsələn, düzbucağın perimetrini hesablamaq üçün aşağıdakı hərəkətlər ardıcıllığını yerinə yetirmək lazımdır. Baxırsınızmı kitabı uşaqlar? Eynən kitabda yazılan mövzuda baxın, proyektorumuz vasitəsilə ekrana vurulub, buradan da izləyə bilərsiniz. Deməli, deyir ki, perimetri hesablamaq üçün nə edirik?
düzbucaqlının tərəflərinin uzunluğunu A və B ilə müəyyən edək. Birinci tərəfi 2-yə vuraq, yəni 2 vurulsun A. İkinci tərəfi də həmçinin 2-yə vururuq. 2 vurulsun B, yəni eni də 2-yə vururuq, uzunluğu da 2-yə vururuq. Daha sonra ikinci və üçüncü addımların nəticəsini toplayırıq. Yəni enin 2-yə vurulmasından aldığımız nəticə ilə uzunun 2-yə vurulmasından alınan nəticəni toplayırıq və beləliklə perimetri əldə etmiş oluruq. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığına aşağılar alqoritm deyilir. Alqoritmdə hər bir bitkin hərəkət addım adlanır və yaxud da belə də deyə bilərsiniz, alqoritmin addımı deyə bilərsiniz. İstənilən hərəkətlər ardıcıllığına təbii ki, alqoritm demək olmaz. Hərəkətlər ardıcıllığının alqoritm adlandırılması üçün hər bir hərəkət dəqiq olmalıdır, konkret olmalıdır və onların sayı sonlu olmalıdır. Yəni, son olmasa mən o nəticəyə çataram mı? Xeyr. Təbii ki, nəticəyə çatmaq üçün alqoritmin addımları bir yerə qədər olmalıdır, yəni sonlu olmalıdır. Daha sonra burada bu termini Orta Asiyada yaşamış Məhəmməd İbn Musa Əl-Xərəzi adı ilə bağlı olduğunu verir bizə. Bu maraqlı hissəsi də sizin üçün maraqlı bir məlumatla doldurulur. İstəsəz onu da əlavə oxuya bilərsiniz. Oxumağınız sizin üçün faydalıdır. Burada deyir ki, 12-ci əsrdə Avropada Latın dilində tərcümə olunmuş əlcəbr və əl-müqabəla əsərinə tərcümə kitablarda alqoritm dedikdə 4 hesab əməli, toplama, çıxma, vurma və bölmə başa düşülürdü. Lakin sonralar bu anlayışı qarşıya qoyulmuş məsələnin həllinə aparıb çıxaran sonsuz sayda yol olduğu da bildirildi. Sizə bitirdik. Səhifə 64-də isə sual və tapşırıqlar var. Bunu da dərsin sonunda sizə biraz izah edərəm və onu da ev tapşırığı kimi evə verərik sizə. Get